Deməli, videoda gördüyünüz uşaq Fuad 8 aylıqdır. Fuadın diaqnozu herpes zosterdir. Fuad may ayında su çiçəyi keçirib. Evdə onun özündən böyük qardaş bacısı var. Onlar su çiçəyi keçirib. Fuada da yoluxdurublar. Fuadda amma çox az səpkilər olubdu. 3-4 dənə belə səpkisi olubdu. Çox yüngül keçirib. Amma artıq bir neçə ay sonra Fuad bizə səpkilərlə müraciət edəndə baxdıq ki, orada herpes zoster səpkiləridir. Ayağının bud nahiyəsindən pəncəsinə doğru yayılmış kəmərvari şəkildə bir səpkilər var idi və biz onu laborator analizlərlə təsdiqlədikdən sonra müalicəsinə başladıq. Artıq sağalma dövründədir Fuadın səpkiləri. Bir həftədir və herpes zoster nədir deyə soruşsanız, herpes zoster əslində su çiçəyini törədən bir virusdur. Su çiçəyi keçirmiş insanlar aylar və yaxud illər sonra herpes zosterlə rastlaşa bilərlər. Kimlər herpes zoster yenidən keçirdə bilərlər? Hansı ki, tutalım ki, bir neçə il və bir neçə ay öncə o su çiçəyi keçirmiş uşaq və ya daha çox böyüklərdə olur. Hər hansı bir xəstəlik keçirəndən sonra, immun sistem zəifləyəndən sonra həmin virus aktivləşib zoster kimi ortaya çıxa bilər. Herpes zoster səpkisi olan insanlarda çox güclü ağrılar olur. Çünki orada sinir ucuları zədələnir deyə çox kəskin, yandırıcı, göynədici ağrılar, qaşınma hissi olur. Hətta xəstədə halsızlıq, temperatur belə ola bilir. Mütləq şəkildə gördüyümüz anda müalicəsinə başlamalıyıq. Adətən kiçik qabacıqlar şəklində qırmızımtıl və kəmərvari şəkildə bədənin müxtəlif nahiyələrində, üzdə, bədən nahiyələrində görülə bilən səpkilərdir. Təhlükəli üzdə və göz ətrafında, gözə yaxın olarsa, onun görmə itkisi kimi bir fəsadları ola bilir. Ona görə göz nahiyəsində olarkən daha təhlükəlidir və mütləq ümumiyyətlə herpes zoster biz gördüksə, onu ağırlaşmadan müalicə etmək lazımdır. CC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.